izləyicilərimiz, həyatı yaşa, anı yaşa. Bir dənə möhtəşəm evimiz çıxıb, qardaş burada samavarda qalıyıb. Kəşvik otulu çay, bəh bəh bəh. Samavar çayı özü, samavar. Qoy biraz o çayın qarına baxın. Sarayın ən gözəl, ən sakit yerindeyi hörmətli izləyicilərimiz. Əla. Həyatı yaşamaq istəyirsinizsə, sakitlik istəyirsinizsə, bax samavar çayımız burada. Qardaş da sağ olsun biz üçün çəkli otu ilə bir dənə qəşəng samavar çayı dəmləyib burada. Həyətin gözəlliyinə söz ola bilməz. Qiyməti necə vallahi heç qiymətin soruşmadım. Adam utandı. Bax zibil qablarına qədər dekorunu burada yığılıb hamısı qaydasında. Gülmaşan qızıl gülləri, dekorları, hər bir şeyi qaydasında. Manqalını qoy, samavarını qoy bura, yaşa. Həyatı yaşa, anı yaşa. Bu ev əldən qaçmaz. Qiymət nə qədər oldu? Mən bilmirəm. Əfsər bəy, qiymət neçə oldu? Bilmirik. Biz qiyməti bilmirik. Qiyməti yazıcıyıq orada. Hörmətli izləyicilərimiz. Samavar çayını elə mən gördüm hələ. Qoy bir qurtunu da götürüm bundan. Maşallah çəkli yotlu çaydır. Bəh 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 bəh. Gəlin. Bu evə 2 mərtəbə ev deyərdim. Möhtəşəm evdir. Saray əmlak bazarında siz belə bir ev tapa bilməzsiniz. Gəlin keçək. Vav vav vav. Bu səsin ekol evdir. Aktual şeylərdən biri. Monolit beton. Otağın hamısında gəzirik. Pencərə qoyublar. Əsərdir. Bilgən başçıdır. Mən əmlakçıyamda belə bir şey görməmişdim, hörmətli izləyicilərimiz. Bütün ev monolit betondur. 4 otaqdır, 3 otaq. 3 otaq da Əfsər bəy. Bəli, evimizin arxasında baxın, kəməri, hər bir şey baxın. Evin monolitli ümumilikdə, yəni keyfiyyətinə söz ola bilməz. Monolitdirsə qalan hər şey kənardır. Ara kəsmələri də boşa. Çox beğendim, dəhşət dərəcədə beğendim. Əsr samavar çayı dəmli istirahət edilməli bir yerdir. Yola da yaxın bir ərazidə yerləşir. Saray İntikaya yaxın bir ərazidə yerləşir. Keçək bir evimizin özü ilə də tanış olan ən gözəl hissəsi var. Bir dənə şirin burada balkonu var, hörmətli izləyicilərim. Çox gözəl, sakit bir yer. Pəncərədən buradan çıxış var. Vav, vav, vav. Qardaş bir itin damaşniklə qoyub sağ olsun. Amma mən damaşnik bilmirəm, səhərlədim. Sözün bitdiyi yerdəyəm, hörmətli izləyicilərimiz. Gözünüzlə mütləq və mütləq gəlin, bax bu möhtəşəm təmirin Bakıda elə bir ki 150 minlik, 160 minlik evin təmiridir bu təmir. Yəni belə bir şey yoxdur. Bu ev elə bir ki canqan yunizedir. Alırsan 10 üstürsən, yəni bez problem. Vav, vav, vav. Bittobi, həyatın bir anı da. Həyatın bir anı. Pencərə yerdən öz həyətinə baxıb samavarın iyi məni məst elədi. Hörmətli istiqbol, koridor və istiqbol. Vav, vav, vav. Və budur. Əmlak sahəsində ən ideal evlərdən biridir. Bir dənə buradan da göstər, hörmətli izləyicilərimiz baxsın. Oy qardaş, təmiri super çıxardıblar da bunlar. Mən belə təmir ret, nadir hallarda şahid oluram. Yəni qiyməti mənə deməyirlər. Yansın çəkilişə başlamışıq. Qiyməti özümüz bildirik, orada videonun altından yazacaq. Bu evə nə qiymət versələr, yəni haqq verir bu qiyməti. Burada sanuzeldir. Ağ-qara, özdə qəşəng sanuzeli olur. Deməli, bir dənə. Vav, vav, vav. Bir dənə, mən burada nəyə şahid oldum? Qapılarla aboy, ahəng təşkil edir. Bir-biri ilə tutur hörmətli izləyicilərimiz. Qardaşın zövqünə halal olsun. Deyirəm, halal olsun ay qardaşına. Çox gözəl iş görürsən burada. Bir dənə də buradadır. Baxın, gözəlin gözəli. Abi evi, bu evi əldən qaçırmaq olmaz, hörmətli izləyicilərimiz.
Evin həyəti, evin kürsüsü, hər bir şey idealdır. Allah Allah satanda xeyir versin, buyurun zəng edin.